Amerika Birləşmiş Ştatlarının donanması fevralın 7-sindən Ərəb dənizindədir. 15-dən isə Hörmüz boğazında təyyarə uçuşları həyata keçirib. Fevralın 16-sından Hörmüz boğazında İranın İslam İnqilabı Keşikçiləri Korpusunun, yəni Sepahın təlimləri başlayıb. Tramp Sepahı vurub axsatmaq istəsəydi bir damcı yoldu. Elə buradan başlayardı. Tehranın təhlükəsizlik sisteminə ziyan vurmaq, yaxud bunkerdə gizləndiyi iddia edilən Xamneyini xoflandırmaq. Onsuz da İsraillə 12 günlük savaşdan bəri laməkandır. İstefaya məcbur etmək üçün heç o yaylanı bombalamaq lazım deyil. Söhbət İran yaylasından gedir, indiki halda. Təzyiq metodları da İran da diş göstərib bu təlimlərə, nə qədər etiraz olsa da elədilir. Lakin Cenevrə danışıqları ümidvericidir. Hər halda ilkin açıqlamalar belə qənaət yaradır. İranın proqram inadı, nüvə və raket proqramları prosesi ləngitsə də danışıqlar gedir və hər iki tərəf razılaşmaq layihəsi üzərində işləyir. Düşünmürəm ki, ABŞ öz sülh məramlı siyasətinə qarşı tənqid qəbul etsin. Onsuz da danışıqların əvvəlki raundu İsrailin İrana hücumu və ABŞ-nin nüvə obyektlərini bombalamasından sonra dayandırılıb. Ataların palçığa batmaq haqqında olan sözünü təkrarlamaq istəmirəm, amma Rocky'nin sağ göstərib sol vurmağı var.